sizi salamlayırıq. Salamlar, mən bütün radyo dinləyiciləri də salamlayıram. Bugünkü gün həmişə kimi burada pozitiv bir əhval-ruhiyyə var və Respublika Radiosunun da təşəkkür bildirirəm ki, bax, belə bir şərait yaradır. Biz radyo dinləyicilərə bu məlumatları veririk, bu xəstəliklər haqda. Mənim fikrimcə bu çox faydalıdır. Bəli, yaşam bələdçisi olaraq biz hər zaman insanları maarifləndirməyə çalışırıq. O cümlədən də göz xəstəliklərindən. Çünki əfsuslar olsun ki, günümüzdə ofis işləri, belə deyək, dörd divar arasında olan işlər çoxdur. Oyunlar, planşetlər və digər qəzetlər bizim uşaqlarımızın, övladlarımızın və hətta yaşlılarımızın gözlərinə mənfi təsirlər göstərir. Mövzumuz göz dibinin xroniki patologiyalarıdır. Gəlin başlayaq mövzumuzdan. Göz dibinin nə kimi xroniki patologiyaları var? Ümumiyyətlə, xroniki xəstəliklər ayrıca bir yer alır hər bir, belə deyək, həkimin praktikasında. Çünki xroniki xəstəliklər mütəmadi olaraq diqqət və müalicə tələb edir həkim tərəfindən və əlbət ki, xəstə tərəfindən də məsuliyyət tələb edir. Xroniki xəstəliklər, ümumiyyətlə, göz almasının göz dibinə aid olan qrupu. Əsasən burada mən ayrıca şəkildə, belə deyək, vurğulamaq istəyirəm, bu şəkərli diabetin göz dibi fəsadıdır. Bildiyimiz kimi, şəkərli diabet həddindən artıq yayılmaqdadır və Dünya Səhiyyə Təşkilatı artıq bu xəstəliyi bir epidemiya şəklində qəbul edir. Getdikcə həyat tərzinin, belə deyək də, daha çox oturaq olmalı, insanın qidalanmasının və ekologiyanın ümumilikdə getdikcə, belə deyək, fərqlənməsi və stresin gündəlik həyatda böyük bir yer alması bax, bu xəstəliyin artmasına gətirib çıxardır və şəkərli diabetin birinci zədələdiyi üzvlərdən biri də göz almasıdır. Buna diabetik retinopatiya deyilir və bu xəstəliyi ayrıca vurğulamaq lazımdır. Bundan başqa, bu əsasən damar patologiyalardır. Yəni, o xəstəliklərdir ki, hansılar damar çatışmamazlığı ilə və ya qan-damar sistemində olan xroniki xəstəliklərlə əlaqəlidir. Bu vaskulitlərdir, bu hipertoniya, yəni yüksək qan təzyiqi ilə əlaqəli olan hipertonik retinopatiyadır və buna oxşar xəstəliklər də var ki, hansılar, məsələn, sentral neovaskular membran, mövzu yetəri qədər geniş mövzudur, amma mənim fikrimcə bizim əsas vurğulayacağımız xəstəliklər o xəstəliklər olmalıdır ki, hansılar geniş yayılır. Ona görə mən onları sadalayacağım əsasən. Studiyamıza zəng və zəngdən sonra mövzumuzu ətraflı danışarıq. Buyurun, özünüzü təqdim edin. Bəli, buyurun. Oldu, qulaq asın radioda, həkimi cavablandırın. Radio diqqətlə dinləyin, sizin sualınızı cavablandırın. Mən belə anladım ki, xəstənin gözünü əməliyyata götürməyiblər, şəkərli diabet olduğu ilə əlaqəli. Əslində, bu düzgün bir məqam deyil. Şəkərli diabetlə əlaqəli olaraq xəstə əməliyyata götürməyə bilməz. Burada ola bilsin ki, şəkərin, ola bilsin ki, yəni bir göz olub, o biri gözü götürürlər. Ola bilsin ki, şəkərin miqdarı çox olsun, amma bunu normal şəkildə korreksiya etmək olur. Yəni, şəkəri aşağı salmaq olur, ondan sonra xəstəni əməliyyata götürmək olar. Ola bilsin, ayrı məqamlar var, hansılar ki, gözün dibi ilə əlaqəlidir. Yəni, bəzi hallarda şəkərli diabetin göz dibi fəsadı o dərəcədə olur ki, artıq proqnozlaşdırılan görmə əməliyyatdan sonra çox aşağı olduğuna görə xəstəyə izah olunur ki, yəni burada əməliyyat eləməyin mənası yoxdur. Çünki əməliyyat bir nəticə verməyəcək görmə nöqteyi nəzərdən. Gözdən su axmağa gəldikdə isə, burada bir dənə də əlaməti xəstə vurğuladı, gözdə qaşınma da var. Qaşınma ilə gözdən su axmanın birgə olması daha çox burada allergik komponentə dəlalət edir. Onun fikrimcə, yəni belə xəstəyə çox yaxşı olardı həkimə müraciət etmək. Əgər allergik komponentin əlamətləri varsa, orada müalicə olacaq, demək, antihistamin dərmanlar, o dərmanlar ki, hansılar həssaslığı azaldacaq aşağı. Əgər burada allergik komponent üstünlük təşkil etmir, gözdən suyun xaric etmə sistemi, yəni gözün yaş axar sistemlərində problem varsa, o zaman orada artıq müdaxilə lazımdır. Göz yaşını, belə deyək, korrektə etmək üçün göz yaşı kanalı yuyulur. Amma yəni deyirəm ki, burada əgər düşünülsə ki, bunun hər hansı bir ziyanı var,
Əslində göz yaşı kanalının tutulması sonrakı dövrdə durğunluğa və dakrotistit deyilən bir vəziyyətə gətirib çıxardır ki, nə vaxt bu artıq iltihabi proses olur, ağrı verir, gözün burun nahiyəsində şişkinlik əmələ gəlir və həmin nahiyədə ağrılar baş verir və bu sonrakı dövrdə daha ağır cərrahiyyə, dakrosistogenositomiya cərrahiyyəsinə ehtiyac qalır. Amma allergik komponent varsa, allergiya da öz-özlüyündə müalicə olunmasa sonrakı dövrdə fəsad verə bilər. Yəni xroniki allergik blefarokonjuktivitə çevrilə bilər. Yəni burada göz qapağı da bura qarışır və xəstənin gündəlik həyatı da çətinliklə üzləşir. Zəngimiz var, bir ala. Mənim sizə tövsiyəm olacaq. Demək, birincisi, gözün eynəkləri ilə əlaqəli siz müraciət edə bilərsiniz bizə, müayinə apara bilərik. Çünki əslində mənfi dərəcəli zəiflik... Hava sualınız yoxdursa... Bəli, radio dinləyin zəhmət olmasın. Mənfi dərəcəli zəiflik azala bilməz, yalnız arta bilər. Bu, göz almasının uzanması ilə əlaqəlidir və göz alması qısala bilməz uzanandan sonra. Burada ayrı məqam var. Ola bilsin ki, qeyri-düzgün gözə eynək yazılanda bəzi hallarda nə ilə əlaqəli olur belə qeyri-düzgün yazılış? Gözdə billur var və bizim billurumuz daima öz şüasındırma qüvvəsini dəyişən bir cisimdir. Və bəzi hallarda, nə vaxt ki, uşaqlar çox gözlərin yaxına zilləyirlər, mütaliə edirlər və s. Bu hallarda həmin billurda süni zəiflik əmələ gəlir. Buna spazm akomodasiya deyilir. Həmin vəziyyət baş verdikdə, aparatdan keçirdikdə uşaqda mənfi zəiflik göstərir. Və mənfi zəifliyə uymaq lazım deyil. Onu ilk öncə yoxlamaq lazımdır. Burada bəbək genəldilir, sikloplegiya verilir və əgər cüzi azalma varsa, refraktometrin, yəni o cihazın cavabında, o zaman elə xəstə göndərilir evə, bir həftə 10 gün xüsusi müalicə almaq şərti ilə və ondan sonraki dövrdə yenidən yoxlanılır və zəifliyin dərəcəsi azalmış olur. Gəlin, biz Bahar xanımın övladı üçün sizə pulsuz müayinəyə... Problem deyil, müraciət edə bilərlər. Və zaman... ikinci məqam hansını ki, mən vurğulamaq istəyirəm, boyun nahiyəsindəki əzələlərin ağrısı və xroniki şəkildə bunun olması ciddi xəstəliklərin əlaməti ola bilər. Bu, həm mərkəzi sinir sisteminin xəstəlikləri, həm infeksion xəstəliklərin əlaməti ola bilər. Ona görə çox xahiş edirəm Bahar xanımdan, yəni bu əlamətə göz yummasın, mütləq şəkildə uşaq həkimi və uşaq infeksionisti ilə mütləq təmasda olsun. Təşəkkür edirəm Elgün bəy. Əslində, radio suallar maraqlıdır. Dinləyicilərin sualı. Sadəcə yox, verilişimizin mövzusu qalır. Uzaqlaşırıq. Bəli, xroniki xəstəliklər. Xroniki xəstəliklər və ən çox sizə müraciət edənlər kimlərdir? Ən çox bu xroniki xəstəliklərin içində mən vurğuladığım kimi şəkərli diabet xəstələridir. Şəkərli diabet xəstələrinin ümumiyyətlə əksəriyyətindən mənim xahişim odur ki, biz çox vaxtı rastlaşdığımız böyük fəsad odur, bu xəstəliyin fəsadının gecikdirilməsi. Yəni, şəkərli diabetin fəsadı olan diabetik retinopatiyanın gecikdirilməsi. Bu vəziyyətdə əfsuslar olsun ki, çox vaxt xəstələrə kömək etmək olunur. Bu, xəstələrin artıq qansızma ilə gəlməsidir, gözün görməsinin tutulmasıdır və bu məqamda müraciət etməsidir. Ona görə bütün diabetik xəstələr, kim ki, agah olur ki, onda şəkərli diabet var. Yəni, ilk olaraq qanda araşdırılır və tapılır ki, xəstədə şəkərin səviyyəsi yüksəkdir qanda. Bu xəstələr bir qayda olaraq ildə bir dəfə göz dibinin müayinəsindən keçməlidir. Şəkər xəstəliyi aşkar olan bütün insanlar ildə bir dəfə, çox sadə bir müayinədir, göz dibi müayinəsi. Bundan keçməlidirlər və bununla da göz dibinin fəsadının qarşısını ala bilirlər. Ən azı gecikdirə bilirlər. Yenə siz yanımızda zəng var, alaq telefonumuzu. Neçə nömrəli? Çox gözəl, bu sizin Gülü xanım, bu sizin qazancınızdır, belə deyək. Siz indi hal-hazırda yaşlaşma zamanı baş verən presbiopiya deyilən bir vəziyyətin, belə deyək də, üstünlüklərini yaşayırsınız. Əslində, miopik xəstələr üçün bu üstünlükdür. Çünki mənfi zəifliyi olan insanlar 40-50 yaşından sonra gözlərdə gedən presbiopik dəyişiklik, yəni gözün müsbətə doğru, yaxına oxumaq üçün müsbətə doğru eynə ehtiyacına olduğu halda onların zəifliyi başlayır bir-birini əks-səda eləməyə. Yəni, mənfi ilə müsbət bir-birini yox eləyir və belə insan 40-50 yaşından sonra öz normal taxtığı mənfi dərəcəli, mənfi 3, mənfi 4 dərəcəli eynəyə atır qırağa və həm yaxını görür, həm uzağı görür. Əslində, bu çox gözəl bir haldır. Mən sizi təbrik edirəm. Çünki... Bəli, buyurun. Aha. Tamam. Aha. Tamamıyla doğrudur.
Birincisi, yenə də həmənki məqamı vurğulayıram. Siz özünüz də dediniz ki, mən o eynəklə görürəm. Yəni, o eynəklə görməniz yerindədir. Yəni, deyirəm, bu ancaq müsbət haldır. Sizin əvvəlki -4 eynəyə taxmağa artıq ehtiyac deyil. Daha nazik -1 yarım eynək taxırsınız. O eynək də aradan qalxacaq. Onu da sizə deyim. İkinci məqam presbiyopiya, yəni gözdə müsbətə doğru irəliləmək, yəni yaxına müsbət eynəkləri taxmaq, bu yaşla əlaqəli olan prosesdir və biz keçən verilişlərdə də bunu demişdik. Bu, sonraki dövrdə mirvari soyundan yekunlaşır. Yəni, billurun bərkiməsi getdikcə artır və onun maddəsi bulanır və bu bulanma nəticəsində görmədə artıq imkan olmur normal görməyə və əməliyyata ehtiyac olur. Amma bu xəstəlik deyil, bu yaşın hökmüdür. Ona görə xahiş edirəm, bu haldan qorxmayın. Yəni, burada ciddi qorxulası bir şey yoxdur. Və əməliyyat vasitəsilə bir insanlar çox rahat bir şəkildə cəmi 5 dəqiqə ərzində şəfa tapırlar. Ona görə yəni qəti şəkildə özünüzü qorxuzmayın. İkinci məqamda sizin belə deyək də bu mirvari suyun inkişafı və s. sizi biraz qorxuzur və nə cür olacaq deyirsiniz. O vaxta qədər ki, sizi taxdığınız eynək sizi qane edirsə, siz əməliyyatı elətdirməyə bilərsiniz. O məqamda ki, siz görürsünüz ki, artıq sizin taxdığınız eynək vasitəsilə, tamam ki, siz televizora baxırsınız və onu 4 metr məsafədə, 3,5 metr məsafədə artıq görə bilmirsiniz, yəni oradakı yazıları seçə bilmirsiniz, o zaman o sizin üçün meyyar olsun. Və o məqamda siz artıq əməliyyata hazır olun və əməliyyatınızı elətdirin. Əgər siz düşünürsünüzsə ki, siz bir gün ərzində görmənizi itirəcəksiniz mirvari suyuna görə. Xeyr, bu belə deyil. Mirvari suyu uzun müddət inkişaf edən proses olduğuna görə, yəni siz onu bir məqamda, bir gündə gözünüzü açıb görməyəcəksiniz ki, görmürsünüz. Ona görə siz öncədən xəbərdar olacaqsınız ki, artıq görməm getdikcə zəifləyir və gedəcəksiniz, müraciət edəcəksiniz həkimə. Sözsüz ki, siz bizə də müraciət edə bilərsiniz, yaxınlaşa bilərsiniz, biz baxarıq və əgər sizin hər hansı bir, belə deyək də, ürəyinizdə qorxular varsa bu vəziyyətlə əlaqəli, onların hamısını sizin üçün açıqlayacaq və sizə dolğun bir məlumat verəcək. Amma ən əsas məqam, özünüzə, ürəyinizə təlaş salmayın. Xəstəliklərdən qorxmaq lazım deyil. Ümumiyyətlə, hər hansı bir xəstəlik olursa olsun, xəstəliklərdən qorxmayın. Xəstəliklərə agah olun. Xəstəliklərinizlə maraqlanın, məlumat alın və belə deyək, o məlumatdan yararlanaraq artıq xəstəliyin qarşısını alın. Əfsuslar olsun ki, bir çox insanlar həkimlərə müraciət etməkdən qorxurlar. Deyilmə, aşkar olması bu sevindirici haldır. Vaxtında və qonağımız Elgin doktordur və mövzumuz göz dibinin xroniki iltihabı. Bəli, biz şəkərli diabet haqqında danışdıq və onun fəsadları haqqında məlumat verdik. İstərdim ki, qalan xəstəliklərə də müəyyən dərəcədə diqqət yetirək. Və burada ikinci müraciət olunan xəstəliklər bu qan damar sisteminin olan patologiyalarla müşahidə olunan xəstəliklərdir. Ən əsas da burada hipertonik retinopatiyalardır və vaskulitlərdir. Yəni bu xəstəliklər adətən belə deyək də, əgər siz bilirsinizsə ki, sizdə yüksək qan təzyiqi olur. Burada biz daha çox bədxəssəli qan təzyiqi, yəni bədxəssəli burada bu sözdən qorxmaq lazım deyil, sadəcə tibbdə istifadə olunan bir termindir. Belə deyək də, çox kobud dərəcədə və yüksək səviyyələrə qalxan qan təzyiqindən söhbət gedir və xəstənin bu vəziyyət, bu hallarda özünü qəti şəkildə belə deyək, pis hiss eləməsindən söhbət gedir. Belə hallarda xəstələr yenə də müraciət etməlidirlər və göz dibini ən azı ildə bir dəfə yoxlatdırmalıdırlar. Bundan başqa vaskulitlərə gəldikdə isə, vaskulitlər adətən özün sonraki dövrdə, yəni xəstəliyin ilkin mərhələlərində o dərəcədə də büruzə vermir. Amma sonraki dövrdə büruzə verməyə başlayır və əgər xəstədə hər hansı bir damar patologiyası varsa, bu adətən belə deyək də, damarların qeyri-düzgün gedişatı, damar gedişatı üzrə ağrılar baş verirsə və həkimə müraciət etdiyi dövrdə burada tromboflebit, flebit kimi xəstəliklər haqqında məlumat verilirsə, o zaman onlar da göz dibini yoxlatdırmalıdırlar. Çünki bu xəstəliklər hamısı gözə əvvəl-axır fəsad verirlər və vaxtında bu fəsadın aşkarlanması, yəni bu göz dibinin fəsadının müalicəsində də daha müsbət effekt verir. Üçüncü qrup xəstəliklər bu iltihabi xəstəliklərdir və xroniki autoimmun iltihablardan söhbət gedir. Yəni ki, ən çox bizdə rast gəlinən bu, əlbəttə, iqlimlə əlaqəli olan revmatizm xəstəliyidir. Yəni, revmatizm, revmatoid artrit, bu xəstəlik ayrıca bir qrup xəstəlikdir
tez-tez rast gəlinir. Ən nəmişlik olan bölgələrdə, nəmişlik yüksək olan bölgələrdə, havanın qeyri-stabil keçən bölgələrində və Bakı şəhərdə bu endemik zonalardan biridir. Ümumiyyətlə dəniz kənarı bölgələr daha endemikdir bu xəstəlik üçün və bu xəstələr adətən bilirlər ki, bu vəziyyət onlarda var, çünki adətən xəstəlik başlayır ayaq ağrılarından, dizlərin, oynaqların şişmələrindən, qeyri-düzgün barmaq oynaqlarının formalaşmasından, bəzən burada ürək xəstəlikləri, yəni reumokarditlər əlavə olunur, ürək çatışmamazlığına qədər gətirib çıxardacaq xəstəlikdir bu. Və əgər bu əlamətlər haqda siz xəbərdarsınızsa, dediyimiz kimi, göz müayinəsinə, həm göz dibi müayinəsinin, həm gözün ön segmentində bu xəstəlik zədələyir, müraciət etmək lazımdır. Burada mühüm rol həm də qan göstəricilərindədir. Çünki qan göstəricilərində bu xəstələrdə yüksək dərəcədə C-reaktiv zulal, antistreptolizin kimi göstəricilər yuxarı qalxır, revmatoid faktor və s. Yəni bunlara, bu göstəricilər yuxarı olan insanlarda da tez-tez müraciət etməlidirlər göz həkiminə, ən azı ildə 1-2 dəfə və hər hansı bir qızartı, gözdə ağrılar falan oldusa, mütləq şəkildə göz həkimində olmalıdırlar, çünki ciddi fəsad ola bilər. Yəni, revmatik əlamətləri olan insan gözündə şikayət olmasa da belə göz həkimində İldə bir dəfə yoxlanışdan keçməlidir. Aydındır, studiyamızda zəng var, olaq. Görmə sinirinin yəqin ki, qurumasından söhbət gedir. Əslində, yəni həkimin sizə dediyi söz doğrudur və burada böyük bir, belə deyək də, məqam var, hansını ki, nəzərə almaq lazımdır. Məsələ ondadır ki, mirvari suyu, mən belə başa düşürəm, əməliyyat olub sizdə də. Bəs, nə ilə əlaqəli əməliyyat eləmişdiniz? Katarakt əməliyyat eləmişdiniz? Yoxsa qara su, sizə hansı? Aha, qara su əməliyyatı olunmuşdur. Tamam. Onda diqqətlə radio qulaq asın, mən sizin sualınızı cavablandırım. Məsələ ondadır ki, qara su xəstəliyi biz hər dəfə bu haqda söz açırıq. Oftalmologiya sahəsinin, yəni göz xəstəlikləri sahəsinin ən mühüm problemlərindən biridir. Çünki əfsuslar olsun ki, bu xəstəlik gözün sinirini öldürməkdədir, yəni qurutmaqdadır, bunu belə deyək, loru dildə belə başa salırlar. Əslində apoptoz baş verir, yəni ki, hüceyrələrin ölməsi. Və bu hüceyrələrin ölməsi bilavasitə görmə sinirində baş verir və görmə siniri getdikcə öz normal strukturunu itirir və belə görmə sinirlərini, yəni qara su xəstələrinin görmə sinirinə baxanda, əgər normal insanın görmə siniri tam, belə deyək də, qanla dolu, daha dolğun, qırmızı rəngə çalan rəngdədirsə, qlaukomalı xəstənin, yəni qara suyu olan xəstənin görmə sinirinə baxdıqda görürük ki, tam ağarmış bir boz, bir qurum görürük, bir cisim görürük. Əslində, doğru da sözdür, çünki qurumuş ağacı necə diriltmək olmursa, ölmüş görmə sinirini bərpa etmək olmur, əfsuslar olsun. Və bir məqamda var ki, əgər cərrah, yəni o məqamda mirvari suyu var idisə xəstədə və həmin xəstədə həm mirvari suyunu, həm qara suyu götürübsə, əfsuslar olsun ki, mirvari suyu gözün pəncərəsinin qarşısında, yəni bəbəyin qarşısında duran bir qurum olduğuna görə, o bulanıqlıq baş verdikdə onda, yəni mirvari suyu inkişaf etdikdə, gözün dibini, yəni həmin ağarmış siniri görmək mümkün olmur. Bu bir cür bağlı qapı arxasında baş verənləri görmək kimi bir şeydir, qeyri-mümkündür. Tərləmiş pəncərə. Bəli, və həmin məqamda biz həkimə heç bir, belə deyək də, qüsur tuta bilmirik bu vəziyyəti, nəyə görə? Çünki görə bilməyib siniri, proqnoz verə bilməyib. Heç bir, hətta müayinə üsulları, hansı ki, belə deyək də, instrumental müayinə üsulları, hansılar ki, məsələn, ultrasəsli, kompüter tomografiyasıdır, o dərəcədə kiçik strukturu, yəni görmə siniri strukturunu göstərə bilmir. Yəni, onun, belə deyək də, lap gözə daxil olan hissəsini həddindən artıq nazik və inci struktur olduğuna görə o cihazlar onu həll edə bilmir, göstərə bilmir. Ona görə biz burada yalnız əməliyyat edib sonra proqnoz verə bilirik və ona görə də bəzi belə hallar baş verir ki, əməliyyat etdikdən sonra xəstənin proqnozlaşdırılan görmə verilə bilmir və xəstə baxıldıqda deyilir ki, tam ki, burada görmə sinirinin quruması var və buna bir şey etmək olmaz. Yəni, dediyim kimi, bax, burada vacib məqamlardan biri, hansıdır ki, biz daima vurgulayırıq.
xəstəliyin gecikdirilməsi. Yəni bu sinirin ölməsi bir günə baş vermir. Bu sinirin ölməsi müəyyən dövr, 1 il, 2 il çəkir və nə qədər tez siz həkimə müraciət edirsinizsə, nə qədər tez siz müalicəyə başlayırsınızsa, o qədər tez və o qədər müsbət nəticələr həm əməliyyatdan sonra, həm aparılan terapevtik müalicələrdən sonra ala biləcəksiniz. Ona görə bu məqamı unutmaq lazım deyil və mən yenə də bu xəstəyə şəfa diləyirəm. Əgər hər hansı bir sualları varsa, buyurub bizə müraciət edə bilərlər İstanbul NS klinikasındakı bizim göz mərkəzimizə və orada biz baxıb, əgər hər hansı bir gizli məqamlar varsa, hər hansı bir belə deyək də agah olunacaq bir məqamlar varsa, biz onları xəstəyə deyəcəyik. Amma bu dəqiqə üçün deyilən belə deyək vəziyyət onu dəlalət edir ki, burada görmə əfsuslar olsun ki, itibdir. Ergin bəy, biz göz dibində yarana biləcək xəstəliklərdən danışdıq. Əslində bu xroniki xəstəliklərdən danışırdıq. Əslində bu qara suyun göz dibi fəsadıdır da, yəni gözün sinirinin ölməsi bu da xroniki xəstəlikdir və mütəmadi olaraq bu xəstələr həkimdə olmalıdır. Mən istəyirəm bax bu məqamı vurğulayaq. Çox vaxtı qara su xəstələri tutalım ki, gözdaxili təzyiqlə müşahidə olunur və onlara görə dərman yazılır ki, həmin təzyiq düşsün aşağı. Və bu xəstələr dərmanı yazdırdıqdan sonra itirlər. Yəni getdilər, mən dərman mənə verildi, mən dərmanımı tökəcəm, bununla da hər şey bitdi. Elə deyil. Yəni baxmayaraq ki, siz gözdaxili təzyiqi aşağı salmaq üçün dərmanları qəbul edirsiniz. Adi qan təzyiqi dərmanlarına nə cür öyrəşmə varsa, gözdaxili təzyiqi aşağı salan dərmanlara da öyrəşmə var. Ona görə hər bir müəyyən dövrdən bir bu dərmanları dəyişmək lazımdır. Neçə vaxtdan bir həkimə? Əslində belə xəstələrə 2 dənə vacib məqamı yoxlamalıdırlar. Birinci gözdaxili təzyiqi. Gözdaxili təzyiqi mən adətən həftədə 1 dəfə yoxlatdırmağı məsləhət bilirəm. Amma əgər bu imkan yoxdursa, o zaman ən azı ayda 1 dəfə gözdaxili təzyiq yoxlanmalıdır. Bu vacib məqamdır. Və gözdaxili təzyiqi günün müxtəlif vaxtlarında yoxlamaq lazımdır. Bu da vacib məqamdır. Çünki məsələn şəkərli diabet xəstələrində şəkəri səhərlər yoxlayırlar, bundan da kifayətlənirlər. Tamam. Mən şəkərimi yoxladım, səhərlər mənim şəkərim tutalım ki 180 olur, bu mənə kifayət edir. Amma həmən ki insan axşam vaxtı şəkərini yoxlayanda görür ki, şəkər 300-dür. Yəni belə bir məqam var ki, insanın gözündəki və bədənindəki müəyyən göstəricilər gün ərzində dəyişə bilər. Və biz bunu müxtəlif vaxtlar, müxtəlif zaman çərçivələrində ölçməliyik və eyni şey də göz təzyiqinə aiddir. Heç olmasa gündə belə deyək də günün birinci yarısı, ikinci və üçüncü yarısı mütləq şəkildə təzyiq yoxlanmalıdır. İkinci məqam hansını etmək lazımdır? Bu görmə alanı, görmə sahəsi yoxlanmalıdır və görmə sahəsi 3 ayda bir dəfə yoxlanmalıdır. Görmə sahəsinin daralması ən incə göstəricilərdən biridir qara suya görə. Ona görə vaxtında bu göstərici yoxlansa, belə xəstələr belə deyək də öz xəstəliklərini kontrol altına ala biləcəklər. Yəni dediyim kimi, yəni qara suyun göz dibi fəsadı xroniki xəstəlikdir və bu xroniki xəstəlik xroniki müalicə və xroniki diqqət, yəni mütəmadi olaraq diqqət və müalicə tələb edir. Ona görə bunu da mən istərdim ki, bizim xəstələrimiz agah olsunlar, bu məlumatı alsınlar. Göz dibinin ayrı xəstəlikləri haqqında danışsaq, biz iltihabi xəstəliklər haqqında danışdıq, yəni revmatizm və onunla əlaqəli göz dibi fəsadları. Burada həmçinin simptoma kompleksləri də aiddir. Bunlardan biri Türk aləminin adını daşıyan Behçet xəstəliyidir. Hansı ki, bir neçə simptomlar kompleksindən ibarətdir və bunlardan biri də gözdə baş verən uveytlərdir, yəni gözün damarlı qışasının iltihabi xəstəlikləridir və bu uveytlər gözün ön hissəsini, orta və arxa hissəsini əhatə edə bilər. Bax, o arxa hissəsini əhatə edən arxa uveytlər, belə deyək də, gözün xroniki xəstəliklərinə çevrilir və belə xəstələr görmənin itməsinə qədər gətirib çıxarda biləcək fəsaddır. Ona görə vaxtında ən çox da bir şey də vurğulamaq istəyirəm. Bu xəstələrə xas olan şey odur ki, bunu cavan insanlar bu xəstəlikdən əziyyət çəkir. Yəni burada daha çox cavan insanların gözləri zədələndiyinə görə ilkin, yəni cavan yaşından əlillik baş verə bilir. Ona görə buna çox böyük diqqət yetirmək lazımdır. Belə insanlar həddindən artıq diqqətli olmalıdırlar. Əlamətləri nədir? Əlamətləri gözdə baş verən qızartılar, ən çox da ilin soyuq mövsümlərində. Gözdə ağrılar, göz almasının hərəkəti zamanı ağrılar. Həmin bu qızartıların mütəmadi olaraq baş verməyə, yəni əmələ gəlib çəkilməyə, göz qarşısında bulantıların əmələ gəlməyi,
Gözün hərəkətində dedik ağrılar, hərəkətsiz şəkildə belə ağrılar olur və gözün üst hissəsindən toxunuş zamanı, yəni gözə əl dəkdikdə ağrılar. Qızartılar həm segmentar ola bilər, yəni gözün ancaq bir hissəsini əhatə edə bilir və ya tam şəkildə əhatə edə bilir. Bax, bu məqamlara diqqət yetirmək lazımdır və yəni dediyimiz kimi bu cavan insanlar bu xəstəlikdən əziyyət çəkdiyinə görə həmişə diqqətli olmalıdırlar. Nədən cavan insanlar? Çünki autoimmun xəstəlik, yəni immun sistemi ilə bilavasitə əlaqəli olduğuna görə immun sistemimiz bizim cavan yaşımızda daha aktivdir, nəinki yaşlı olduğumuz dövrdə. Və ona görə cavan insanlarda bu immun sisteminin aktivliyi və immun sisteminin öz toxumalarını, yəni bədənin öz toxumalarını düşmən toxuması kimi qəbul etməsi ona da daha kəskin şəkildə cavab reaksiyasına gətirib çıxardır. Və biz bu xroniki xəstəlikləri sadalayırıq. Bu xroniki xəstəliklərin içərisinə həmçinin aiddir o xəstəliklər ki, hansılar infeksiyalarla əlaqəlidir. Yəni, burada yolxucu xəstəliklərə biz diqqət yetirməliyik və geniş belə deyək də, yayılan xəstəliklər bu taksoplazmozdur. Taksoplazmoz xəstəliyi adətən heyvanlardan insan bədəninə düşən xəstəlikdir, amma insandan insana keçmə qabiliyyəti də var. Ona görə taksoplazmozun göz dibi belə deyək də, zədələnmələri çox rahat şəkildə müayinədə özünü büruzə verir. Bu yayılmış xəstəlikdir. Əslində, müəyyən dərəcədə bəli, yayılmış xəstəlikdir. Çünki ən birinci bu xəstəliyin bədəndə mövcud olmasını mama ginekoloqlar bilir. Çünki çox vaxt bu analizi məhz qadınlar göndərilir analıq dövründə və aşkarlanır bu xəstəlik. Əgər anada bu xəstəlik varsa, onun övlada keçmə riski də yüksəkdir və ana bətnində çox vaxtı, yəni göz dibinin zədələnməsi məhz ana bətnində baş verir. Ona görə o xanımlarda kimdə məsələn bu xəstəlik var, bunu proqnozlaşdırılmış hamiləlikdən öncə müəyyən müalicələr almaq və ya əgər o mümkün deyilsə, doğuş zamanından sonra mütləq uşaqlar müayinə olunmalıdır və belə bir zədələnmə varsa, o aşkarlanmalıdır. Biz hər zaman söyləyirik ki, oftalmoloqa uşaqlar dünyaya gələn kimi müayinə etmək lazımdır. Yəni, hansı aydan, neçənci aydan müayinə olmalıdır və bu vacibdir? Çox vacibdir. Əslində, ümumiyyətlə, doğum evlərində olan neonatoloqlar, hansılar ki, uşağı ilkin mərhələdən müşahidə etməlidirlər, onlar oftalmoskopiya üsuluna yiyələnməlidirlər və ya böyük doğum evlərində bir ştat kimi oftalmoloq olmalıdır, hansı ki, sırf göz dibi müayinəsini edə bilir. Çünki burada göz dibi müayinəsi mühüm rol oynayır. Bax, dediyimiz kimi, taksoplazmoz vəziyyəti mütləq şəkildə aşkarlana bilir və ya vaxtından tez doğulmuş uşaqlarda retinopatiya deyilən bir aropi bir vəziyyət var. Hansı ki, o uşaqlar ki, kim 7-6 aylığında doğulur, onlarda torlu qışa çatışmamazlığı və bu %100 hallarda görmə itməsinə gətirib çıxardır belə uşaqlarda və belə uşaqlar mütləq şəkildə müayinə olunmalılar. Vaxtında aropi aşkarlanmalıdır, yəni bu bir xəstəlik və bu uşaqlarda vaxtında aparılan lazer koagulyasiya proseduru bu xəstəliyin qarşısını ala bilir. Bu, toxumalarda baş verən qida çatışmamazlığı nəticəsində baş verən bir retinopatiyanın formasıdır və həkimlər bunu çox asanlıqla oftalmoskopiya vasitəsilə aşkarlaya bilir. Əslində, anadan olan dövrdə məhz risk qrupuna aid olan uşaqlar müayinə olunmalıdır. Yəni, anadan olan kimi bu müayinə aparıla bilir. Bunun üçün xüsusi vasitələr var və çox qısa zamanda, bir neçə dəqiqə ərzində yeni yetirilən müayinədir. Aydındır. Gəlin, dinləyicilərimizə belə bir həkim məsləhəti verək. Ümumiyyətlə, insanın ilk həkimi onun özüdür. Güzgü qarşısına insanlar keçsin, bu gözünü özü müayinə eləsin. Hansı hallar həkimə müraciət etməyə dəlalət yaradır? Əgər biz deyirik ki, xəstə özü-özünə baxmalıdır, o zaman biz diqqət etməliyik. Birincisi, əgər belə deyək də, biz bu müayinəni güzgü qarşısında ediriksə, gözdəki qızartılar. Çünki ən birinci əlamətlərdən biri göz damarlarının genişlənməsidir və onun nəticəsində gözlərimizin qırmızı görsənməsidir. Əgər bu qızartı həddindən artıq çoxdursa, yəni normal göz görüntüsü bizim üçün bəllidir, yaxınlarımıza baxa bilərik və öz gözümüzə baxa bilərik. Bu qızartı həddindən artıq çoxdur.
Bu əlamətlərdən biridir. Göz almasının yerləşməsi, yəni bir gözün o biri gözə nisbətdə daha irəli oturması, gözdə baş vermiş çəpliklər, yəni biz baxırıq, bunu çox rahat şəkildə yoxlamaq olar, yəni güzgü qarşısında dururuqsa, biz eyni zamanda mobil telefondakı fənəri qoşa bilirik və hər hansı bir işıq mənbəyi də ola bilər. Həmin fənər vasitəsilə gözümüzə işıq salırıq və güzgüdə də diqqət edirik ki, həmin işığın bizim gözlərimizdəki əks sadası eyni yerdə yerləşir, yoxsa yox. Yəni gözümüzün buynuz qışasında, gözün ön şəffaf hissəsində bir işıq nöqtəsi əmələ gələcək. Gözümüzə işıq buraxdıqda təxminən hardasa 20 sm məsafədə düz ortalama yerləşmə, yəni burun nahiyəsində yerləşmə şərti ilə aralı saxlayıb gözümüzə o işığı salırıq və güzgüdə baxırıq. Həmin işığın əks sədası bizim gözlərimizdə harada yerləşir. Bəbərlərin düz tən ortasında və ya bir gözdə hardasa qıraqda. Bu gözdə çəpliyin olmasına dəlalət edə bilər. Bundan başqa, yəni mütləq güzgü qarşısında yox, sadəcə ağrılara diqqət etmək lazımdır. Çünki ağrılar bizim siqnalizatorlarımızdır. Bunlar bizə məlumat vericilərdir ki, bizdə bir problem var. İkinci məqamda əlbəttə ki, görməmizdir. Yəni görməyə diqqət etmək lazımdır, görməni yoxlamaq lazımdır. Yaxınlarınızda məsələn soruşa bilərsiniz ki, sən oradakı hərfləri oxuya bilirsən, hansısa məsafədə yerləşən sizin ən kiçik oxuya biləcəyiniz bir mətn. Və ya soruşa bilərsiniz ki, ondan aşağıdakı, yəni ondan daha kiçik mətni, siz oxuya bilmədiyiniz mətni kimsə oxuya bilirmi sizin tanışlarınızdan, yanınızda əyləşdiklərinizdən? O zaman əgər sizə desələr ki, hə, mən bunu görürəm, amma sən görə bilmirsən, o zaman o deməkdir ki, sizin görməniz normadan aşağıdır. Yəni, belə məqamlara diqqət etmək lazım. Ümumiyyətlə, bizim bədənimiz elə qurulub ki, o hər şeyi hesablayır və hər şeyə hesablanıb. Bizim bədənimiz özü bizə məlumat verir. Və bu siqnalizator sistemləri bizdə daima var. Yəni, ən birincisi də o ağrıdır. Yəni, belə deyək də, hər bir ağrını barmaq arası baxmaq lazımdır. Hər bir təkrarlanan ağrı bizim üçün bir siqnalizatordur və o siqnala cavab vermək lazımdır və bədənin dilini anlamaq lazımdır. Çünki bədən bizimlə əslində danışır, bizə məlumat verməyə çalışır. İnsan bədəni elə qurulub ki, bu belə deyək də, özünü qorumaq məqsədi ilə daima yaşayır. Bizim bütün reflekslərimiz, bizim bədənimizdə olan bütün həm şərti reflekslər, hamısı əsas məqamı bizim bədənimizi təhlükədən qorumaq. Hətta belə bir məqamı vurğulayaq, tutalım ki, insan gözündə maraqlı olan bir məqamdır. Bu, bizim görmə hüceyrələrimizin yerləşməsidir. Əslində, yəni bizim ən həssas, rəngə həssas hüceyrələrimiz yerləşir ali görmə mərkəzində. Bu, kolbacıq adlandırdığımız hüceyrələrdir. Və ona görə biz işıqda ən aydın görməyə malikik. Amma bizim işığa ən həssas, yəni kəskin görmə yox, amma işığa ən həssas görmə hüceyrələrimiz, çubuqçuqlar. Onlar yerləşir gözün torluq hücrəsinin periferiyasında. Nədən? Çünki qıraqdan gələn və keçən bir balaca bir kölgəni biz dərhal hiss edirik. Yəni bizim işıq həssaslığımız ətraflardan daha güclüdür. Çünki nədən? Qıraqdan gələn bir təhlükəni biz vaxtında təyin etməliyik. Bu, belə deyək də, evolyusiya nəticəsində baş vermiş bir, təkamül nəticəsində baş vermiş bir üstünlüklərdir. Hansılar ki, canlını özünü qorumağa imkan verir. Qıraqdan keçən bir balaca işıq nöqtəsini biz dərhal hiss edəcəyik. Hətta özünüz də yoxlaya bilərsiniz. Qaranlıqda çox cüzi, balaca bir işıq mənbəyini uzaqda qoysa, siz onu qıraqdan daha aydın görəcəksiniz, nəinki ortada, mərkəzdə. Yəni, hər şey bizim bədənimizdə hesablanıb bizi qorumağa, həmçinin xəstəliklərdən qorumağa. Ona görə, o nöqtəyə nəzərdən mən istəyirəm ki, insanlar bu bədən dilini, yəni bədənin bizə verdiyi məlumatları eşidə bilsinlər. Bunun üçün də biz xəbərdar edirik, məlumat veririk xəstələrimizə. Siz düz vurğuladınız, orqanizmimiz çox mükəmməldir. Ona görə hər şey vaxtında həkimə müraciət etmək lazımdır. Bütün orqanlarla gedir söhbət və təbii ki, bugün gözdən gedir söhbət. Gəlin, vaxtımız az qalır, artıq proqramın sonuna doğru yaxınlaşdıq. Müalicə metodlarından danışaq. Ən çox müraciət edən xəstəliklər. Müalicə metodları əlbəttə ki, burada nozoloji vahiddən aiddir, yəni ki, xəstəlikdən asılıdır. Çünki hər bir xəstəliyin özünə uyğun olaraq müalicəsi var. Amma bir məqam əsasdır burada, bu xroniki sözünün işlədilməsidir. Əgər sizə xroniki xəstəlik deyilirsə, o deməkdir ki, sizin alacağınız müalicə də xronik olacaq. Yəni, siz
mütəmadi olaraq müalicə Uzun altında müddətli olmalısınız. müalicə olur. Burada uzun müddətdən söhbət gedir. Burada məhz mütəmadidən söhbət gedir. Çünki məsələn şəkərli diabet xəstəliyi bu gün üçün müalicə olan xəstəlik deyil. Bəli, korrekte olan xəstəlikdir, amma müalicə olan xəstəlik deyil. Və bu qarmon çatışmazlığı bəli dərmanlarla və s. biz müəyyən əvəz edici müalicə aparırıq, amma bunu mütəmadi olaraq aparmalıyıq. Və bu xəstəliyin fəsadları da mütəmadi olaraq özün büruzə verəcək və onlara da mütəmadi olaraq müalicə tələb olunur. Yəni ki, bizi elə dinləyicilər eşidir. Yəni mən həkimə müraciət elədim, dərman yazdı, bir müddət istifadə elədim, artıq eləmirəm, heç bir mənası yoxdur. Və çox vaxtlarda biz məhz bu problemlə üzləşirik. Məsələn, xəstə gəlir, şəkərli diabetli, elə bir əməliyyat yoxdur ki, eləyəsən bir dəfəlik canını qurtarsın. Mən deyirəm ki, heç bir əməliyyata ehtiyac yoxdur. Şəkərli diabetini müalicə et, mən sənin göz dibi fəsadını bir ay ərzində tam müalicə edəcəm. Axı, müalicəsi mümkün deyil. Bu xəstəlik xroniki xəstəlikdir. Ona görə sadəcə insanlarımız bunu anlamalıdır və buna hazır olmalıdır. Əgər bu müalicə ilə məşğul olursunuzsa, əgər bu xəstəlik sizdə varsa, siz mütəmadi olaraq hazır olmalısınız bu müalicənin sizin ömrünüz boyu getməsinə. Biz Allahdan arzuluruq ki, bu xəstəliklərin çözümləri tapılsın, xroniki xəstəliklərin təməlli müalicəsi tapılsın. Amma tapılmadığı məqama qədər biz bu müalicəni mütəmadi olaraq eləməliyik və belə deyək də, həkimin təyinatları, həkimin müraciət vaxtları ki, deyir, tamam ki, bir aydan sonra mütləq müayinəyə gəlməlisiniz. Bax, bu məqamlara hazır olmaq lazımdır və bunu düzgün qəbul etmək lazımdır. Xroniki xəstəliklər, yenə də vurğulayırıq, mütəmadi, xroniki müalicə tələb edən xəstəliklərdir. Və bunlar üçün, belə deyək də, ola bilər ki, müdaxilə müalicəsi olsun. Çünki, məsələn, şəkərli diabet xəstələrini götürülür. Biz ilk öncə başlayırıq kiçik dərman müalicəsindən. Sonraki mərhələdə görürük ki, artıq bu yetərli deyil.